Bu videoda səthlər üsulu ilə həcm hesablamağı göstərəcəm, amma biraz fərqli. Məsəl üçün, hər hansı bir ərazinin şaqli planirovkasını veriblər. Və hər ay şirkətə biz görülən işlərlə bağlı hesabat verməliyik. Bu ekranda gördüyümüz üçgen model fərz eləyək ki, təbii zəmindir. Bu formadadır. Yanvar ayında syomka olunub, ərazi işlənilib. Yanvar ayında olan syomkanı da açaq, üçgen modelin. Bu formadadır. Burada görsənlər, yəni qazı da olub, dolğu da olub. Bunların ikisini bir-birinə seçib baxsaq, formada görünəcək. Biz bunun həcmini almaq üçün birinci dəfə, yəni hamının bildiyi kimi səthlər üsulu ilə həcm almaq necə olur, o formada edirik. Base olaraq təbii zəmini seçirik. Sonraki surface olaraq da yanvar ayında görülən işi seçirik. Və burada da yanvar ayında qeyd etdiyim həcm göstərilir. Filling and cutting olaraq. Yanvar ayından sonra nə olacaq? Fevral ayında məsəl üçün görülən işi hesablamaq lazımdır. Burada problem yaranmamaq üçün artıq bizim təbii zəminimiz bu formaya keçib. Bu formaya. Biz növbəti ay təbii zəmini bunu qəbul etməliyik. Bunun üçün nə edirik? Yeni bir surface açırıq. Təbii zəmin yanvar. Yanvar ayında artıq təbii zəminin forması bu formaya keçdiyinə görə buna belə ad verdim. Burada edit bölməsindən pass surface edirik. Birinci seçirik təbii zəmini. Təbii zəmini seçirik. İkinci isə seçirik yanvar ayında görülən işi. Pass surface, syomka, yanvar ayı. OK eləyəndə artıq bizim surface'imiz hazırdır. Təbii zəmin yanvar ayı üçün. Bunu view eləyib baxaq. Bir-birinə kəsib, yapışdırıb və bir surface olaraq bizə verdi. Artıq biz fevral ayında bu surface'dən istifadə edib həcm hesablayacaq. Mən bunu daha öncə eləmişəm deyə bu surface'i silirəm. Burada qeyd eləmişəm təbii zəmin yanvar ayı. Mən burada indi təbii zəmini bağlayıram. Ekranda görsənməsin. Yanvar ayında syomkasını bağlayıram. Ekranda görsənməsin. Fevral ayı nə baş verir? Yanvar ayının təbii zəminini açırıq. Yanvar ayında təbii zəmin bu formada olmuşdu. Artıq formasını dəyişib. Sonra fevral ayının toposyomkasını da açırıq. Açdıq. Fevral ayında da bu ərazi işlənib. İkisini bir-birindən üst-üstə qoyub baxanda bu formada görürsən. Yenə də qazı da var, dolğu da var. Fevral ayının həcmini hesablamaq üçün zəmin yanvarı seçirik. Yəni ki, bu bayaq birləşdirdiyimiz, pass surface elədiyimiz ərazini artıq bunu təbii zəmin kimi qəbul edirik. Çünki fevral ayında görülən iş bizə lazımdır. Bunun üstünə də bu iş görülüb. Təbii zəmin olaraq yanvarın təbii zəminini seçirik və görülmüş iş olaraq da bunu seçirib artıq burada həcm olaraq göstərir 130-69 olaraq. Növbəti ay, bundan sonra yenə bizim zəminimizin forması dəyişir, artıq bu formaya düşür. Bunun üçün nə edirik? Bunları təzədən bağlayayım. Bu yenə də pass surface olacaq, eyni əməliyyat təkrarlanacaq. Təbii zəmin yanvarın üzərinə fevral ayında gördüyüm syomkanı pass eləməliyəm, yəni birləşdirməlidir, bir üçgen model hazırlamalıdır. Mən onları artıq eləmişəm. Video uzun olmasın deyə. Bunları bağlayırıq. Fevral ayında işini bağlayaq. Zəmin fevral ayının sonunda, yəni bu formaya düşür. Onu da açıram. Ekranda görsənsin. İkisi birində bir surface'dir. Bir yanda baxaq buna. Bunu növbəti dəfə təbii zəmin kimi qəbul edəcək. Fevral ayının təbii zəmini budursa, mart ayında təzədən toposyomka olunur. Yəni iş görülür, toposyomka olunur. Onu da açırıq. Artıq mart ayında bu iş görülüb.
Birlikdə baxsaq buna belə görsənir. Ayrıca baxsaq bu formada görsənir. Yenə də mart ayının həcmi hesablamaq üçün fevral ayında təbii zəmin hansı formaya düşübsə onu seçirik. Mart ayının toposyomkasının üstünə əlavə edirik. Və mart ayında ayrıca olaraq nə qədər həcm alınıb onu görürük. Mən elədiyim toposyomkalar, əllə hazırladığım toposyomkalar biraz hündürlük olaraq qazdığım yeri gələnə doldurmuş kimi görsənir deyənə bunlar kubaş fərqi verir. Amma total olaraq görülən iş budur. Yəni ilkin toposyomka ilə, yəni təbii zəmindən və son ayda ümumilikdə görülən iş. Ola bilər, biraz burada işlənsin, biraz burada işlənsin, biraz burada işlənsin. Hər ay biraz fərqli yerdə işlənsin. Bütün ayların toposyomkasını birləşdirib pəst eləyirsən, bir dənə toposyomka alınır və onu da təbii zəminin üstünə qoyub həcm ala bilərsən.